Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Xalqımızın ümumilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü tədbirləri çərçivəsində gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların and içmə mərasimi keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti General-Polkovniki Şahin Bağırov mərasimdə çıxış edərək vurğulayıb ki, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər. Qeyd edilib ki, gömrük sistemində əldə edilən böyük uğurlar məhz Ulu Öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olub. Bildirilib ki, bugün Heydər Əliyev ideyaları böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan sürətlə inkişaf edir və gömrük orqanları da daim ölkəmizin tərəqqisinə öz töhfəsini verəcək. Sonra xidmətə yeni qəbul edilən 84 əməkdaş gömrükçü andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər. Gömrük orqanlarının formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikir, ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünün münasibəti ilə Dövlət Gömrük Komitəsində keçirilən tədbir zamanı səsləndirilib. Qeyd olunub ki, dahi rəhbərin əsasını qoyduğu Azərbaycançılıq məfkurəsi bütün xalqımızı vahid ideya ətrafında birləşdirdi. Davamlı iqtisadi inkişafın təmin edilməsi, ordu quruculuğu, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirdiyi uzaqgörən və düşünülmüş siyasət ölkəmizi regionun lider dövlətinə çevirdi. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə və gömrük xidmətinin yaradılmasının 34 illiyinə həsr olunan futsal idman növü üzrə gömrük orqanları arasında keçirilən ənənəvi çempionata yekun vurulub. Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası çempionatın qalibi, Biləsuvar və Astara Gömrük idarələrinin komandaları 2-ci və 3-cü yerin sahibi olublar. Mükafatlandırma mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətindən, bu istiqamətdə əldə olunan nailiyyətlərdən danışıb və bu uğurların ümumilli lider Heydər Əliyevin ideyaları, idmana göstərdiyi qayğı və dəstək əsasında reallaşdığını vurğulayıb. Daha sonra qaliblərə mükafatlar təqdim edilib. Dövlət Gömrük Komitəsinin sədri Gömrük Xidməti General-Polkovniki Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə Naxçıvan Baş Gömrük İdarəsində görüş keçirilib. Görüşdə baş idarənin cari ilin müvafiq dövrü ərzində fəaliyyəti təhlil olunub, gömrük işinin səmərəliliyinin, vətəndaş və sahibkar məmnunluğunun daha da artırılmasının vacibliyi vurğulanıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsinin rəsmiləşdirilmə mərkəzində Sədərək, Culfa və Şaxdağlı dövlət sərhəddindən buraxılış məntəqələrində mövcud vəziyyətlə tanış olub. Komitə sədrinə xidmətin təşkili, gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələrin və yeniliklərin tətbiqi, infrastrukturda aparılan yenidən qurma işləri barədə məlumat verilib. Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının baş qərargahında qurumun daimi texniki komitəsinin 251-252-ci sessiyaları keçirilib. Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin də iştirak etdiyi tədbirin gündəliyində Ümumdünya Gömrük Təşkilatının müxtəlif istiqamətlər üzrə fəaliyyəti, elektron ticarət mühitində gömrük idarəçiliyi, dağıdıcı texnologiyalar və ağıllı gömrük layihəsi və digər məsələlər yer alıb. Həmçinin tədbir çərçivəsində Dövlət Gömrük Komitəsi tərəfindən malların buraxılış vaxtının ölçülməsi üzrə qabaqcıl təcrübə təqdim olunub. Təqdimatda Ümumdünya Gömrük Təşkilatının Yaponiya və Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə layihəsi çərçivəsində həyata keçirilən malların buraxılış vaxtının ölçülməsi proqramı, eləcə də Ümumdünya Gömrük Təşkilatının həmin proqramın metodologiyasına uyğun formalaşdırılan virtual monitorinq mərkəzinin fəaliyyəti və imkanları barədə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi tərəfindən biznes subyektləri üçün təlim keçirilib. Tədbirdə gömrük əməkdaşları tərəfindən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası və malların təsnifat qaydaları və digər mövzularda təqdimatlar nümayiş etdirilib.
Astara Gömrük İdarəsi əməkdaşları Astara Gömrük postunda qarpız yükü aparan nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 304 bağlamada ümumi təmiz çəkisi 31 kq 500,907 qram, xüsusilə küllü miqdarda narkotik vasitə həşiş aşkar ediblər. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.